Şuşada da əlbəyağa döyüş gedib. Daşkəsən istiqamətində də postlarda əlbəyağa döyüş gedib. Sursat qutarıb sümbəklə, avtomatın qundağını erməni öldürüblər. Təsəvvür edin, mən orada bizim əskər var idi orada, 2 dənə F1-i çəkdi belə. Bizim dərbisən əskərdə idi başqa. 2 dənə F1-i çəkdi, ermənilərin talpasının üstünə qaçdı. Özü nə verdi, erməniləri partlatdı. Yəni bax, and olsun Allah, bəlkə də dünyada belə bir xalq, belə bir ordu olmayıb, tarix yazsın. Bax bu cür tarix. Vallahi o anı mən danışdıysam adam biraz həyəcanlanır, biraz heç kimin heç nə qorxu zət gözünə görünmür. Sonra bizə tapşırıq gəldi ki, Daşaltıya elə bil axşam bizim yanımızdan Daşaltıya girilməli idi. Gecə girmişdilər, Daşaltını götürmüşdülər. Bizə tapşırıq gəldi ki, siz gedirsiniz Daşaltıya. Səhər tezdən gəldik Daşaltıya çatdıq. Erməni Şuşanın üstündən dağdan sniper PK ilə atırlar. Hələ Şuşaya girmir. 52 ucu sızıb, sadəcə olaraq hələ Şuşaya tam girməyiblər. Atırlar. Biz oradan tapşırıq gəldi ki, bu uğraşların 40-a yaxın şəxsiyyəti azıb. Gəliblər döyüşə, yolu tapıb çıxa bilmirlər. Orada hökumət binasında haradasa gizləniblər. Evləri arama-tarama eləsinlər. Orada xüsusi təyinatlı bölük var bizdə. Biri var qüvvələr, bir də var bölük. Bölük bizim taborun içindədir. Gizirlərdən ibarət. 2 qrup arama-taramaya göndərildi. Biz orada gözləyirik. Evləri axtarırıq, hökumət binasını axtarırıq. Bütün kəndə oxşuma axtardılar. Sonra əlaqə yarandı ki, bizlə təzən əlaqə çıxdılar ki, ora ləğv oldu. Həmin 40 dənə erməni yeri dəyişib, elə biz olduğumuz yüksəklik, Topxana yüksəkliyi. Qabağındakı yüksəklikdə güman olunur ki, oradadılar. Biz tapşırığı aldıq. Məsələn, biz səhər qalxdıq həmin yüksəkliyə, altdan yoxlaya-yoxlaya qalxırıq da meşə ilə. Bunların bizə atdıqları yerləri var orada, görürük. Axşam bizi ateşə tutmuşlar orada. Yüksəkliyə çatdıq, gördük erməni yoxdur burada. Orada mən biraz əsəbləşdim, uşaqlardan qışqırdım. Mən bilmirəm ki, aşağımızda da ermənilər. Bunlar da neçə gündür meşədə işləyirlər, Drujba ilə zaten. Bir də əlaqə çıxmışdım, deyəsən bunlar tanqa yol açır. Hoşum, bir nəfərimiz qava yoxlama gedəndə Məharət adında bizim qrupda uşaq var. Dedi ki, oradan erməni səsləri gəlir. Deyəndə hamısı sakitləşdi. Bizim komandir Paşayev var Elməddən. Özü əslən Laçındandır. Çox vətənpərvər adamdır, yəni həddindən artıq. Hoşu gəldi, dedi ki, 3 qrup hazırladılar yenə bizdən. Ki, 3 qrup girsin, meşənin içini yoxlayır. Yaxınlaşsın, birinci qulaq asın. Birdən bizimkilər olsa, parol soruşsun. Sonra komandirləri da kimdir dəqiqləşdirəndən sonra ateş olsun. Birdən bizimkilər olar da səhvə yol verməyək. 3 qrup meşə ilə düşdük, yavaş-yavaş irəliyirik, asta-asta. Getdikcə erməninin səsi qulağımıza gəlir. Bunlar biz bilmirik ya, bunlar hələ nə qədər. Hoşum, yaxınlaşdıq, arası bir 30 metr məsafə getdim, düşmüşük. Düşəndə konkret bildik bu ermənidir. Bizim də kurs yoldaşım var, Həsən Uvenlur, bizim komandirin mavinidir. Bu sağ tərəfdədir, idarəçilik bundadır.